Başlayalım. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli ve ba'du. Möhtərəm qardaşlarım, mən birinci özümə sonra əsasə Allah Taala'dan haqq təqvasından qorxmağı nəsihət edirəm. Yəni gizlində başlarda Allah Taala'dan qorxmağı nəsihət edirəm və xatırlatmaq istədiyim bir mövzu var, xatırlatmaq istədiyim bir nəsihət var. Təbii ki, birinci özümüzə, öz ailələrimizə və sonra isə Allahdan qorxanlara və Allahdan qorxanların ailələrinə. Bu nəsihətimi yönəltmək istəyirəm müsəlman qadınlara, müsəlman qadınlar üçün. Qadının İslam dinində dəyəri böyükdür. Qadının İslam dinində dəyəri böyükdür. Allah Taala Muhammed sallallahu əleyhi və səlləm vasitəsilə bu ümmətə əmr eləyib. Allah Rəsulu əmr eləyərdi evlənməyi. Və Muhammed sallallahu əleyhi və səlləm əmr eləyərdi evlənməyi və subaylığı, yəni evlənməyi tərk etməyi də haram edib. Subaylığı, evlənməyi tərk etməyi Muhammed sallallahu əleyhi və səlləm haram edib. Və nə ki şəriətlə əmr olunubsa, onun əksi haramdır. Əmr olunan hər bir şeyin əksi haramdır. Və evlənmə də təbii ki qadınla baş verir. Allah Taala necə ki yaratdıqlarını cüt yaradıb. Və hətta Allah Subhanahu va Taala kitabında buyurur ki, biz hər bir şeydən cüt yaratdıq. Düz bəzi ateistlər əlavə fayda olaraq, bəzi ateistlər və yaxud da onlara bənzəyənlər və yaxud da onların quyruqları deyirlər ki, birinci toyuq yanılıb yoxsa yumurta. Əslində qalsa bu sual səhvdir. Onlar Allahın kitabına qayıtsaydılar, onlar görərdilər ki, Allah Taala buyurur ki, biz hər şeydən cüt yaratdıq. Yəni erkəyini və dişisini. Allah Subhanahu va Taala yaratdığı hər bir şeyi cüt yaradıb. Yəni ailə. Hər bir şeydə ailə var, evlilik var. Və Allah Taala bəşərə də, insanlara da bu neməti bəxş edib. Evlilik nemətini bəxş edib. Və evlilik neməti Allahın dinində dinin yarısıdır. Muhammed sallallahu əleyhi və səlləm buyurur ki, evlilik dinin yarısıdır. Qalan yarısını da Allahdan qorxsun. Subhanallahil-azim. İnsan bir dənə evlənməklə, bir dənə qadına sahib çıxmaqla dinin yarısını əldə etmiş olur. Elə bir hansı əməldir ki, o İslam dininin yarısıdır. Elə bir əməl yoxdur ki, tam olaraq yarısı olsun İslam dininin. Tam olaraq yarısı. Və bu da qadının qədir qiymətidir. Düz bəzi şübhə salanlar, bəzi bidət əhli və yaxud da bəzi batil firqələr, İslam dinindən yaxından və uzaqdan, hətta bəzilər var, aidiyatları da yoxdur. Onlar deyil, onlar sanki elə qələmə vermək istəyirlər ki, əhlüsünnə qadınları alçaldır, qadınlara dəyər vermir, qadınları kişilərdən əksik görürlər və s. belə şübhələr gətirirlər. Amma əksinə, əlhamdülillah, biz qadınlara, əhlüsünnə, yəni Muhammed sallallahu əleyhi və səlləmin əmr etdiyi yol, əksinə qadına hörmət əmr edib. Və qadınla baş verən evliliyə dinin yarısı deyib. Subhanallahil-azim. Necə ola bilər ki, biz artıq qadının qədir qiymətini aşağı salaq? Və qadının qədir qiyməti ucadır, böyükdür. Və xüsusilə də salih qadınların. Və xüsusilə də salih qadınların. Və salihlik Allaha həm gizlində, həm də aşkarda sadiq olmaq deməkdir. Yəni əməlləri islah etmək, Allaha həm gizlində, həm də aşkarda. Çünki Allahdan qorxan qadın ərinin qorxusundan hər hansısa bir şeylər etməlidir. Namazları vaxtında qılmaq ərin qorxusundan olmalı deyil. Və yaxud da ər məndən xahiş edib deyil olmamalıdır. Və yaxud da orucları tutmaq, və yaxud da qadının hicabına riayət etməsi, və yaxud da qadının ərinə itaat etməsi onun məndən istədiyi deyil olmamalıdır əslən. O Allahın və Rasulun əmri olduğuna görə olmalıdır. Necə həmçinin kişi gözlərini qorumalıdır. Qadına görə yox, Allaha görə. Bugün cəmiyyətdə bəzi şeylər təlqin olunur və yaxud da bəzi şeylər insanlar arasında yayılır ki, əgər sən evlisənsə, baxa bilmərsən. Yəni, subayana baxmaq olar, olmaz axı. Məsələn, qadın evli deyilsə, olar hə. Amma evlidirsə, artıq sənin ərin var, başlağı gəzməlisən və s. və s. Elə şey yoxdur. İnsan özünü, öz bədənini evlənəcəyi adama görə və yaxud da ölmüş ərinə görə və yaxud da övladlarına görə qorumamalıdır. İnsan özünü Rəbbinə görməli. Xüsusən qadın və xüsusən də kişilər. Görürsən, cəmiyyətdə bu problemlər var. Məsələn, insandır, harama baxmaq, başqa qadınlara baxmağı tərk edib və yaxud da başqa qadınlarla danışmağı, haram olan danışıqları tərk edib və yaxud da zinanı da hətta tərk edib. Amma səbəb nədir? Mən evliyəm. Yəni, indi bu qadın nə vaxt vəfat eləsə nə olacaq? Yəni, başlayacaqsan.
Ona görə bir insanın Allah üçün günahları tərk etməsi, Allahın razı qalsın deyə günahları tərk etməsi, elə əsl uğur budur. Zaten bir qadın, məsələn, heç bir qadın ərinin ona xəyanət etməyini istəməz. Məsələn, heç bir qadın istəməz ki, ərin ona xəyanət etsin. Amma Allahdan qorxan bir qadın, yəqin bilsə ki, qəlbin rahatsızlığına bax, subhanallah, yəqin bilsə ki, onun əri çöldə öz qadınına görə baxışları tərk eləməyəcək. Allaha görə tərk edəcək. Evində olanda özünə aparır ki, sanki kişi məsələn, sanki bundan yoxdur. Amma çöldə qadın bunu görmür axı. Olur düşmən. Xəyanət üzərində gözlər bir dənə də olsun halala baxmır. Amma əgər qadın bilsə ki, o nəri başqa qadınlara baxmağı, haram olan qadınlara baxmağı Allah razı qalsın deyə tərk edib, vallahi qadınlar da rahat olar. Ona görə də görürsünüz qardaşlar, bunlar hamısı İslam dininin qadına qoyduğu qədir qiymətdir. Qadına qoyduğu hörmətdir. Qadının qəlbini rahatlaşdırması üçündür. Ona görə qadın əzəmətli məxluqdur. Qadın anadır. Allah subhanahu wa ta'ala kitabında əmr edib onlar ihsan eləməyi valideynlərə. Çünki bu gün sənin üçün qadın olan sabah kimsə üçün anadır. Bu gün sənin üçün qadın olan bir şəxs zaman gələcək ana olacaq o. Artıq zaman gələcək ki, sən övladlarına öz qadınınla olan münasibətlərində öyrədəcəksən ki, gələcəkdə ey oğul, evlənəndə necə davranmaq lazımdır. Subhanallahil-azim. İnsanlara ən böyük ibrət, ən böyük nəsihət göstərərəkdən olan ibadətlərdir. Zahirən olan ibadətlərdir dəvət ən çox. Ona görə bax, hansı haramlar çox yayılır? Zahirdə olan haramlar. Məsələn, münafiqlik günah olaraq tərəziyə qoysaq, ölsək və siqaret. Hansı böyük günahdır? Münafiqlik. Müşriklərdən də, kafirlərdən də, hamıdan aşağıda. Firondan aşağıda olacaq münafiqlər qiyamət günü, cəhənnəmdə. Allah Teala öz kitabınızı buyurur, oddan aşağıda olacaqlar. Münafiqliyin yayılmaq həddinə bax, amma siqaret çəkənlərin yayılmaq həddinə bax. Nəyə görə siqaret çəkənlər çoxdur? Amma baxmayaraq ki, siqaret münafiqlikdən dəfələrcə az günahdır. Çünki zahirən təbliğ olunur və göstərilir. Və ona görə də qardaşım, sənin öz ailəndə, öz həyat yoldaşınla olan münasibətləri gələcəkdə sənin övladlarına da bir məktəbdir. Çünki zaman gələcək sənin də övladların evlənəcəklər. Artıq onlar da dinlərinin yarısını axtaracaqlar. Ona görə bu gün sən onların anaları ilə dinlərinin yarısını yaşa ki, sabah sənin övladların da kiminsə qızını alanda dinin yarısını yaşaya bilsinlər və düzgün qadın tapa bilsinlər. Və həmçinin Muhammed sallallahu əleyhi və səlləm evliliyi əmr eləyəndə salih qadınlarla evlənməyi əmr eləyərdi. Necə ki İmam Məlik rahimehullah deyərdi ki, məsələ evlənmək deyil. Məsələ kimlə evlənməkdir? Elə insan var ki, evlilikdən sıxıntı çəkir, evlənə bilmədiyinə görə və s. çətinlik çəkir. Çünki cahillər, asilər, fasiqlər artıq zina da çoxalıb, artıq fuhuş çoxalıb. Onun üçün həyat rahatdır. Əksinə, buna istirahət adını qoyublar. Kim getmirsə ona kişi kimi baxmırlar. Fərz elə zina eləməyənə, pozğunların, fahişlərin yanına getməyənə kişi kimi baxmırlar. Və sən deyəndə ki, haramdır, sənə şübhə eləyirlər. Subhanallahil-azim. Yəni, halalların arxasınca gələn, evliliyə cəhd eləyənə, subhanallah, ona görə Peyğəmbər s.ə.v buyurdu ki, vaxt gələcək qiyamətin əmətlərindən, qiyamət yaxınlaşdıqca, saat yaxınlaşdıqca, halalları insanlar haram kimi baxacaqlar və haram olan şeyləri halal kimi baxacaqlar. Və İmam Məlik rahimehullah deyərdi ki, məsələ evlənmək deyil, məsələ kimlə evlənməkdir. Ona görə salih qadın da dinin yarısı. Ola bilər sən eləsinlə evlənərsən ki, elə bir qadınla həyata qurarsan ki, o sənin nəinki dininin yarısı olar, o sənin dinini tamamilə zədələyir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem Allah subhanahu wa ta'ala sığınardı saçı ağardan qadından. Qadın necə ki böyük bir nemətdir Allahdan, necə böyük bir lütfdürsə və həmçinin də salih qadın və həmçinin də talih, yəni fəsad olan qadın da o qədər də zərərdir. Ona görə Allah deyərdi ki, saçları ağardan qadından. Subhanallah, Muhammed sallallahu aleyhi ve sellemin heç bir qadını saç ağardan olmayıb. Yəni bədbəxt eləyən. Saç ağardan, yəni bədbəxt eləyən. Allah üçün heç bir zövcə saç ağardan olmayıb. Hamısı salih olublar. Hamısı Allahdan qorxan olublar. Və hamısı möminin anasıdır.
Muhammed sallallahu aleyhi ve sellemin bütün qadınları salih olduğu halda Allah Resulü saçı ağardan qadından Allah'a sığınır. Subhanallah. Ona görə bunu göstərir ki, məsələ evlənmək deyil. Məsələ kimlə evlənməkdir. Ona görə də qardaşlarım, bir müsəlmana, Allahdan qorxana, Allahdan qorxduğunu iddia edənə yaraşan, ona dinində kömək eləyəndir. Kömək eləyən qadını tapmaqdır. Bəli, insanlar fərqlidir. Biri qadınları gözəlliyinə görə, biri nəsəbinə görə, biri nəyinə görə almağa, evlənməyə cəhd edir. Amma əsl olan isə təqvaya görə evlənməkdir. Muhammed sallallahu aleyhi ve sellem bizə öyrətdiyi qadınlarla hansı şeylərə görə evlənmək olar? Orada 4 və yaxud da 5-ə yaxın sifəti saydı və sadaladı. Vallahi içində Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, iman ən üstünüdür. İmanına görə evlənmək. Çünki vallahi iman gözəlləşdirir. Ola bilər zahirən gözəl olmayan bir qadın, zahirən eybləri olan bir qadın, vallahi imanı ilə gözəlləşər. Onsuz da bu dünyadakı gözəllik keçib gedir. Heç bir əbədi deyil. 20 yaşındakı gözəlliyi ilə 40 yaşındakı gözəlliyi eynidirmi? Vallahi eyni deyil. 40 yaşındakı gözəlliyi ilə 60 yaşındakı gözəlliyi eynidirmi? Vallahi deyil. 60-dan yuxarı yaşaya bilsən, 70, 80, 100 yaşındakı insanlara baxın. 100 yaşındakı qadına bax qardaşım. 100 yaşındakı qadının nə vaxt hansısa bir şəkil, 20 yaşında şəklini tapsan deyərsən ki, bu odur mu? Gözəllik Allahın verdiyi bir şeydir. Zaman gələndə gedir. Əbədi həyat cənnətdədir. Amma imansa vallahi ölməyəcək. Səni namazda qaldıran qadına qarşı sevgi, məhəbbət ölə bilməz. Sənin yatanda gecə vaxtı sənin üzvə su çiriyib sənin gecə namazına qaldıran qadına qarşı olan sevgi ölə bilməz. Ölə bilməz. Vallahi vaxt gələr o dünyasını dəyişər. Səndən qabaq olar. Onu unuda bilmərsən. O səndən həmişə qalar. Muhammed sallallahu aleyhi ve sellem Xədicəni unuda bilmədi. Radiyallahu anhə. Subhanallahil azim. Peyğəmbər idi. Amma Xədicə radiyallahu anhə vəfat edəndən sonra onu darıxırdı. Ayşə radiyallahu anhə deyir ki, mən Allah Rasulunun heç bir zövcəsini Allah Rasulunun yaşayan, heç bir zövcəsinə qısqanmadım. Amma ölən qadını qısqanırdım. Subhanallahil azim. Nəyə görə? Təqvaya görə. Allahdan qorxun olduğuna görə. Çünki təqva elədir. Təqva gözəlləşdirir. Amma əksi isə fasiqlik, ona bənzər şeylər insanı ibəcərləşdirir, alçaldır. Valla nə qədər gözəl qadınlar var ki, əməllərinə görə ibəcərləşdilər. Qəlblərdə ibəcərləşdilər və insanla onlara yaxın durmaq istəmir. Ona görə də İmam Məlik rahimehullahın sözü həqiqətən də haqdır. Düzdür, təbii ki, İmam Məlik rahimehullahın dediyi bütün sözlər inşallah ki, haqdır. Allah ona rəhmət eləsin. Məsələ evlənmək deyil, məsələ kimlə evlənməkdir. Ona görə də istər qadın olsun, istər kişi olsun, fərq eləməz. Evlənən zaman Allahdan qorxanı tapmağa həris olmalıdır. Nə pulu çox olan, nə vəzifəsi güclü olan, nə nəsli əcabəti güclü olan, bunlara fikir vermək lazım deyil. Lazım olan təqvalı olandır. Və artıq təqvanı irəli çəkilsə fitnələr azalar. Gör nə qədər evliliklər azalıb. Nə qədər layiq olmayan insanlar layiq olmayanlar aldılar. Nə qədər qadınlar layiq olmayan kişilərə getdilər. Pula görə. Layiq olan kişilərə getmədilər. Sonra dedilər ki, bədbəxtlik, boşanmalar çoxalır və s. Çünki sən layiq olana getmədin axı. Çünki sən səni namaza qaldıran kişiyə getmədin. Çünki sən namazda sənin əlindən tutub səni sübhə qaldıran kişiyə getmədin. Çünki sən evindən çıxanda bəzənməyi tərk elə. Allahın hüquqlarını sənə tərk edən kişiyə ərə getmədin. Axı necə olacaqdı ki? Sən pulu seçdin, sən dünyanı seçdin. Ona görə də Allah sənin qəlbindən o bərəkəti, o mutmainəni, o rahatçılığı sənin qəlbindən götürdü. Ona görə də qədirli, qiymətli, dəyərli bacım, Allahdan qorx və sənə dinində fayda verən evlən. Və sənə dində səni qabağa aparan birinin evlən. Və səni Allahın hüdudlarını, Allahın dinini səni nəsət edən birinin evlən. Elçilər çox gəlməyinə baxma. Elçilərin çox gəlməyinə, səninlə evlənmək istəyənlərin çox olmağına baxma. İçində Allahdan qorxandan azdır. İçində Allahdan qorxandan azdır. Allahdan həya eləyənlər azdır. İçində Allah haramdır dediyinə görə naməhrəmlərə baxmağı tərk edənlər azdır. İçindələrin çoxsu, mən evliyəm deyə harama baxmağı tərk eləmişəm deyənlər çoxdur. Ona görə də müsəlman qadına yaraşan ən birinci Allahdan istəməsidir ki, ona dinində kömək olan, dəstək olan bir əri Allahın ona nəsib etməsi olsun və onu axtarmaq və onun üçün də səbəblərdən yapışmaq olsun.
və Allahdan qorxanlar və axtarılacaq yerlər var. Eləsi var internetdə axtarır, eləsi var haram olan yerlərdə axtarır, eləsi var harda axtarır, eləsi var harda axtarır. Yəni Allahdan qorxanlar xeyirli şeyləri xeyirli yerlərdə axtarırlar. Təmiz ruzini sən heç vaxt haram olan yerdə tapa bilmərsən. Sən əxlaqlı dostu heç vaxt əxlaqsızların arasından tapıb çıxarda bilmərsən. Hər şeyin ən gözəl yerlərdə olur. Və həmçinin də qədirli qiymətli ər axtaran bir qadın onu qədirli qiymətli yerdən tapmalıdır. Və həmçinin də salih qadın axtaran kişi onu təmiz yerdən tapmalıdır. Çirkli yerdən təmiz şeylər çıxmır. Zibillikdən çıxan gül zibillik gülüdür. Amma bağçadan çıxan gül isə bağça gülüdür. Ona görə gərək insan nəyi harda axtarırsa ona baxsın. Və Allah Taala'dan istəyirəm ki, bizim əhlimizi, bizim zürriyyətimizi salihlərdən eləsin. Və Allah Taala bizi də, bizim qadınlarımızı da, bizim ailələrimizi də salihlərdən eləsin. Onları gizlində də aşkardır, Allahdan qorxanlardan eləsin. Və bu dünyada yaşamaq məqsədləri, qəsdləri, istəkləri yalnız və yalnız Allahın razılığını qazanmaq. Və Muhammed sallallahu əleyhi və səlləm əmr etdiyi kimi sünnə yaşamaq olsun. Allah Taala bizdən gələnləri, övladlarımızı müttəqilərin imamlarından eləsin. Allah onları müttəqilərə imam eləsin. Allah bizi də müttəqilərə imam eləsin. Allah müsəlmanları, müsəlman ölkələrini qorusun və ölkəmizi qorusun, rəhbərini qorusun. Kim ki onlara düşməndirsə, Allah düşmənlərini onun ətrafından uzaqlaşdırsın. Gülərsiz olsalar da belə. Və kimlər ki rəhbərə xeyir istəyirlərsə və kimlər ki rəhbərin ucalmağını istəyirlərsə, həm bu dünyasında, həm axirətində ucalmağını istəyirlərsə, Allah həmən kəsləri rəhbərə dost eləsin, onu yaxınlaşdırsın. Ən uzun Allah bilir. Və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və sahabetihi ecmaîn.